Ahirət tam olaraq bizdən asılıdır. Burada bəzi məsələlər var bu həyatda ki, nə qədər də eləsək bizdən asılı deyil. Ahirət həyatının özəlliyi budur ki, ahirət həyatı 100% bizdən asılıdır. Yəni ancaq biz təsir qoyuruq, başqa bir amil təsir qoymur. Bu dünya bir vitrin kimidir. Biz gəlmişik oradan ahirət həyatımız üçün müxtəlif çeşidli mallar qoyublar. Ahirət evimiz üçün, mənzilimiz üçün nələrisə seçirik. Qiyamət səhnəsinə biz ayaq qoyan kimi, Allahın huzurunda dayanan kimi ilk şey ki başa düşəcək ki biz nə qədər təsirliymişik ahirət həyatına. Burada hər şey məndən asılıymış. Bu ahirətdəki bütün nemətlər, mənim bütün mövqeyim dünyadakı addımlarımdan asılıymış. İlk olaraq biz bunu başa düşəcəyik ki, hər şeyə təsiri özümüz qoyuruq. Bizim nə qədər təsir gücümüz var imiş ahirət həyatına.